Allah elə eləyə bilərdi ki, insanlar ağacdan doğulardılar. Meyvə kimi. Düşərdilər ağacdan, sonra yeriyərdilər. Heç bilməzdilər valideynləri kimdir. Yəni Allahın əlində imkanlar çoxdur. Allah valideyn yaratdı, qadın və kişi olaraq. Heç bir şey təsadüf deyil. Və bizlə valideynin arasında münasibət yaratdı. Valideyn sənə sevgisini verir, zamanını verir, resursunu verir, boğazının dikəsi ilə bölüşür və səndən ötürü ölür, müdafiə funksiyasını yerinə yetirir. Ta qədimdən bu belə olub. Və səni böyüdür, sənə verir bu qədər. Sənin qəlbin reaksiyası nədir? Maraqlı olan budur. Sənə bu qədər yaxşılıq eləyirlər, sən isə yanlış fikirlərin şeyinə düşürsən və deyirsən ki, o mənə boşdur da bunu eləməyə, mən xahiş eləməmişdim ki, mənə dünyaya gətirsin. Bu söz yəni çox eşidilir. Mən xahiş eləməmişdim ki, o mənə dünyaya gətirsin. Bu yanlış fikirlərdir və yanlış fikirlər sizi heç nədən sığortalamır. Yanlış fikirlər sığınacaq kimi görünürlər, amma sonra sizi düzdə qoyacaq. Bunu Quran açıq deyir. Doğru fikir budur ki, sən ata-anava qarşı minnətdarlıq duymalısan. Sənin ürəyin sağlamdırsa, o ona verilən yaxşılığa reaksiya verməlidir.